Azərbaycanda vətəndaşların əmək pensiyası hüququ qanunvericiliklə tənzimlənir və bu sahədə müəyyən şərtlər və mexanizmlər mövcuddur. Bəzi hallarda vətəndaşların pensiya almaq hüququ ilə bağlı suallar yaranır. Bu hüquq necə əldə olunur? Hansı yaşda təyin edilir və nə zaman dayandırıla bilər? Qısa xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov məsələ ilə bağlı bizim videoya açıqlamasında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əmək pensiyası hüququnun əldə olunması və bu hüququn qorunması ilə bağlı vacib məqamlara aydınlıq gətirib. O bildirib ki, əmək pensiyaları haqqında qanuna əsasən 25 il sığorta stajına malik olan və ya minimum pensiya kapitalını toplamış şəxslər əmək pensiyası almaq hüququna malikdirlər. Əgər xüsusi şərtlərlə pensiya hüququ yaranmırsa, bu zaman kişilər 65, qadınlar isə 64 yaşına çatdıqda əmək pensiyasına çıxmaq hüququ əldə edirlər. Əgər vətəndaşın 25 illik sığorta stajı yoxdursa və ya onun fərdi hesabında toplanmış pensiya kapitalı tələb olunan minimum məbləğə çatmırsa, həmin şəxsə əmək pensiyası deyil, yaşa görə müavinət təyin olunur, deyə deputat bildirib. Vüqar Bayramov qeyd edib ki, mövcud qanunvericiliyə əsasən vətəndaşın fərdi hesabında 2018-ci il iyulun 1-də hətta 1 manat vəsaitın olması belə ona avtomatik şəkildə əmək pensiyası almaq hüququ verir. Bu amnistiya mexanizmi